Salam hürmetli izleyicilerimiz. Bir adım bir hikaye verilişinin ikinci bölüme karşınızdayım. Bugünkü dönemimiz pozitif psikoloji merkezinin baş psikologu hem de aynı zamanda pedagog olan Heydər və Suat xanımdır. Xoş gəldiniz. Təşəkkür edirəm. Çox sağ olun dəvətiniz üçün. Dəvətiniz məni məmnun etdi. Var olun. Ümid edirəm keçən verilişim kimi maraqlı bir veriliş əksiyət edəcək. Suat xanım, ilk sualımız dövrümüzün aktüel problemlerinden biri olan asosyallik, yani ölüne deponmaya sebepti. Sizce bunun sebebi nedir? Doğrudan da çox aktual mövzudur. Çünki daha çox son zamanlar müraciətlər sırf bu mövzu üzərindəndir. Valideynlər ciddi bir şəkildə narahat edir. İndi bu mövzunu əslində bir neçə aspektdən dəyərləndirə bilərik. Öncə bunu söyləyim. Mənə elə gəlir ki, ilk olaraq valideynlərin övladlarına rəftarı ilə əlaqələndirirəm. Çünki uşaqlıq dövrünə qayıtsaq, əgər bugünkü gəncdən söhbət gedirsə və ya yeniyetmədən, uşaqlıqda uşaqları ya da ki, ümumi valideynlər tərəfindən müqayisə olunan uşaqlar böyüdükdə özünə qapanan, özgüvəni əksik birisinə çevrilir. Davamlı bir şəkildə sözünə müdaxilə olunan zaman, fikirləri dəyərləndirilməyəndə, hər hansısa bir fikir irəli sürəndə sən yanlışsan, sən doğru demirsən, bu nə fikirdir, sənin fikirlərin maraqlı deyil və s. kimi cümlələrlə müdaxilə edilir. Yəni biz bilirik, sən bilib, eyni düşüncəni ötürür. Bəli, uşaq da düşünür ki, mən bacarıqsızam, mən yetərsizəm, yaxşısı budur, mən susum. Və ya düşünək bir nümunələr üzərindən danışmaq istəyirəm. Məsələn, məktəbə gedir, valideyn iclasına qoşulur. Digər uşağın tərifini eşidəndə gəlir evdə nə edir? Uşağını müqayisə edir. Bax, görürsən, sən də hazırlığa gedirsən, səndə dəftər kitabın var, amma sən onun kimi oxumursan dərslərini. Və uşaq da bu müqayisələri eşitdikcə müqayisə olunacaq hansı ki mühitlərdə onu müqayisə edə bilərlər, oradan çəkinir. Məsələn, dost çevrəsindən çəkinir, artıq mamam məni dostlarımla müqayisə edir. Yaxşısı budur, anam məni onların yanında görməsin ki, müqayisə edə biləcək bir fakt çıxmasın da üzrə bu şəkildə. Və ya yenə dedim, tənqidi yanaşmalar olduqda mən səhv deyərəm, qoy mən susum. Və bu mühitlərdən zaman-zaman uzaqlaşır və özünə qapanma halları başlayır. Və burada əlbəttə ki, genetik faktora da biz yan buraxa bilmərik. Genetik faktor da çox önəmlidir. Ola bilər ki, ailə üzvlərindən biri, məsələn, özünə qapanıq birisidir və yaxud da marağı yoxdur sosial çevrəyə və uşağın da ona bənzəmə ehtimalı əlbəttə ki, yüksəkdir. Bu hər zaman mı belə olur? Yox, əlbəttə hər zaman olmur. Amma ehtimalı var və bir də burada əsas məqam sosial medianın təsiridir. Baxın, bu günlərin uşaqlar sosial mediada çox mükəmməl həyat tərzi görürlər. Hər şeyin ən mükəmməlidir, ən gözəlini görürlər. Və bunu görən bir uşaq nə düşünür? Özünü müqayisə edir. Yenə, çünki ailədə axı müqayisəyə alışıb, davamlı bir şəkildə müqayisəni görür. Sosial mediada gördüyü bir ailə ilə müqayisə edir. Oradakı hər hansı bir uşağın savadı ilə özünü müqayisə edir. Kiminsə kiməsə olan münasibəti ilə müqayisə edir öz münasibətlərini və özündəki o yetərsizlik hissini görür. Yetərsizliyini görür və özünə zamanla artıq yenə də özünə qapanma halları başlayır ki, yetərsizəm, mən niyə onlar kimi deyiləm sualını verir və bu şəkildə özünə qapanma halları da baş verir bəli. Aslında ikinci sualımızın müəyyənlərə cavabını verdik. Son zamanlarda uşaqlarda, ən çox gençlərdə artan bir adresine var, bir təəssüflü son il ərzində şəhərimizdə belə olmadın hadisələrlə qarşılaşıb. Siz nədir bunun səbəbi? Aqressiyanın səbəbi nədir? Çox yaxşı bir sualdır. Yenə də bu da çox son zamanlar müraciətlər əsasındadır. Aqressiya əslində görünən tərəfdir.
Bunun görünməyən bir tərəfi də var. Yəni altında yatan səbəblər var. Ona səbəb məsələn qorxu ola bilər, ona səbəb diqqətə ehtiyacı ola bilər, ona səbəb hər hansı bir anlaşılma istəyi ola bilər, dəyərli hiss etmək istəyi ola bilər. Və bunu bir neçə addım da artıra bilərəm, yəni fikirlər əlavə edə bilərik biz buna. Amma niyə aqressiya ilə bildirir uşaq bunların hər birini? Çünki uşaq fikirlərini, hisslərini ifadə etməyi bacarmır. Baxın, bizim ən böyük problemimiz budur. İfadə etmə şəklimiz yanlışdır. İfadə edə bilmədiyimizə görə, məsələn, hər hansı bir hadisədən qorxur, onu qorxduğunu, izahını verə bilmir, ifadə edə bilmir. Bunu sadəcə hansısa bir davranışlarla başlayır nümayiş etdirməyə. Burada da adətən aqressiv davranışları biz görürük və bunlardan əlavə olaraq ailə daxili şiddəti, ailə daxili münaqişələrə əgər şahid olursa bir uşaq, bu da əlbəttə ki, onun aqressiv olmasına səbəb ola bilər. Baxın, burada bir də nə açıqlama verim. Bəzən valideynlər gəlir ki, bizim uşağımız aqressivdir. Və mən söyləyəndə ki, bəs sizin ona yanaşmanız necədir? Adətən çünki valideynlərin yanaşması üzərindən biz dəyərləndiririk nəticələri. Valideynin söylədiyi bir fikir var. Biz uşaqlara çox müsbət davranırıq, heç bir aqressiv yanaşmamız yoxdur. Amma bu uşaq elə yanından keçəni vurur, pis söz deyir və s. Onda belə bir sual yaranır. Ola bilərmi ailə daxili digər ailə üzvləri bir-birləri ilə pis davranır? Məsələn, ata bəlkə anası, yoldaşı ilə çox kobud davranır və yaxud da öz gəlin qaynanası ilə kobud davranır və uşaq buna şahid olduqda nə baş verir? Əlbəttə ki, eyni hərəkətləri təqlid edir. Necə? Başqasına, ola bilər ki, ailə üzvlərinə etmir, ola bilər çəkinir və yaxud da hər hansı qorxduğu bir məqam var. Amma bunu digərlərinə, yoldaşlarına, dostlarına çox rahat bir şəkildə tətbiq edə bilir. Və bugün əsas aqressiyanın səbəbləri də telefon asılılığı, oyun asıllığıdır. Baxın, bu günləri uşaqlar saatlarla telefona baxırlar, saatlarla. Və ailədə valideyn ona müdaxilə etdikdə, telefonu götürdükdə nə baş verir? Aqressiv özünü göstərir də, bu fikrə qarşı gəlməyə çalışır. Çünki o saatlarla artıq örgəşib rahat bir şəkildə uzansın və heç kim ona müdaxilə etmədən onu seyr etsin. Biri gəlib onu əlindən aldıqda bunun rahatlığını pozur. Rahatlığını pozur və bəli, komfort zonadan çıxış və bu bunu qəbul etmir. Buna, baxın, mən valideynlərə deyəndə ki, telefon məhdudiyyəti olmalıdır. Müəyyən bir vaxt ərzində uşaqlar telefonu izləyə bilər və bu 3 yaş üzəri sadəcə ola bilər. Valideynlər, mən bacarmıram, necə eləyim, mən telefonum olmasa gedib nədən götürür? Baxın, burada bir ailədə birlik olmalıdır. Söz, fikir birliyi olmalıdır ki, məsələn, mən vermirəmsə telefonu, bax, nənə, sən də verməməlisən. Bunlar valideynlər bunu qəbul etməli, buna uyğun davranmalıdır. Oyun asıllığına gəldikdə isə son zamanlar baxın, valideynlərin müraciətində mən bu uşağı oyuna ayıra bilmirəm fikirləri, yəni müraciəti çoxdur. Belə deyil, mən onda belə bir şey vurğulayıram. Baxın, siz gəlin, öyrənin birinci o oyunları, oyunların tərkibini, oyunlarda nə var? Uşağın niyə marağı o oyunadır ki? Çünki siz bilmədiyiniz bir şey üzərinə uşağınıza bir fikir söyləyə bilməzsiniz. Orada yarım qalarsınız. Baxın, düşünün, uşağa deyirsən ki, oyun oynama. Uşaq bugün səndən qorxub onu oynamayacaq, amma gizlin oynayacaq, buna əmin ola bilərsiniz. Amma siz desəz ki, gəl baxaq görək bu nə oyundur, mənə də çox maraqlı gəldi. Burada nə edirsən, hansı, məsəl üçün gedişatlar var, mənə də izahını ver. Və uşağın o marağına daxil olursan, baxırsan ki, marağı nə yöndədir və sən onu bildikdən sonra artıq oradan aldığı həzzi nə edirsən, başqa bir həzlə, alternativ bir şeylə əvəzləyirsən, başqa bir məşğuliyyət deyək biz buna. Əvəzlədikdə azalma ehtimalı yüksəkdir və uşaqlar orada gördüyü aqressiv davranışları bəli, real həyatda tətbiq edirlər. Çünki bugünkü oyunların çox əksər hissəsi aqressiv davranışlara səbəb olan oyunlardır. Orada döymə var, vurma var, söymə var, qan var, dava var. Yəni bunu görən bir uşaq necə aqressiv olmasın ki? Və bir də həyat tərzi. Bugün aktiv həyat tərzi yoxdur uşaqlarda. Biz müqayisə etsək uşaqları 20 il öncəki və yaxud da 30 il öncəki vəziyyətlə hər dəfə məhəllələrdə bizim vaxtımızda hər bir məhəllədə top oynayan uşaqlar, dezenformasyon. Onların səsi gələrdi. O oyunları heç bilmirlər.
Yox, bilmirlər. İndi şəhərdən ancaq məhəllələrdən yalnız siqnal səsi gəlir, yalnız hər hansı restoranın musiqi səsi gəlir. Amma uzun müddətdir ki, artıq mən məhəllələrdə uşaq səsi eşitmirəm. O oyunlar belə uşaqları bağ yaradırdı, sosialləşdirdi. Ən önəmli də mən özümdən deyim, biz uşağı 12-də, 1-də yatırdıra bilmirik. Amma biz o derece çöldə oynuyorduk ki, evə gəlib bizə demirdilər, ya özümüz yatırdık. Bəli, buna görədir əsas. Bilirsiniz niyə? Görürsüz deyirsiniz, evə gəlib yorğun yatırdıq. Daxili gərginliyimiz, çünki normaldır. Biz onda da daxili gərgin ola bilərdik nədənsə. Müəllimə bizi danlayardı və yaxud da yenə bayaq söylədiyim kimi ailədə müqayisə olardı və s. Amma biz bu daxili gərginliyi, bəli, aktiv həyat tərzi ilə ötürə bilirdik, keçirə bilirdik və günün sonunda biz özümüzü xoşbəxt uşaq kimi hiss edirdik. Amma bu günlərim əksik yan budur, bax, uşaqların həyatında. Aktiv həyat tərzi yoxdur, oyunlar yoxdur. Bu da düşünürəm ki, əsrin problemidir. Zamanla bu sosial media və yaxud da telefon istifadəsi azaldıqca maraq yaransa əgər yenə o oyunlara düzələr deyə düşünürəm. Ailələr öz övladlarını müstəqil həyata psixoloji olaraq necə hazırlamalıdır ki, Bunu bir nümunə üzərindən danışmaq istəyirəm. Çünki düşünürəm ki, nümunələr insanlara daha çox çatır və onları həyatlarında istifadə etmələri daha uğurlu olar. Baxın, konsultasiyaya gəlir bir valideyn, uşağın özgüvəni əksikdir və bu şikayət üzərindən gəlir. Mən nə edeyim ki, bu uşaq özünə inamı artsın. Amma belə eləyir. Uşaq gəlir, oturur, tutaq ki, bu stulda. Orada oturma, özünü rahat hiss eləməyəcəksən. Gəl burada otur. Qutqanı soyundun, belə atma. Gəl indi bunu düzəlt. Bunu da mənim yanımdadır və düşünün, bu uşağı davamlı bir şəkildə idarə edir. Hərəkətləri olsun, istər danışığı olsun, fikirləri olsun, seçdiyi sözlər belə olsun, fərqi yoxdur. Bu qədər idarə olunan bir uşaq nə qədər özünü sərbəst apara bilər ki? Və davamlı bir şəkildə gözü anasının üzərindədir. Mamam məndə yenə səhv tutacaq, mamam yenə mənə deyəcək, niyə bunu danışdın, niyə belə güldün, niyə belə etdin və nə edir? Zamanla artıq özünün ifadə şəkli dəyişir, özünə qapanmağa başlayır. Bütün hisslər mamaya uyur. Bəli, sadəcə mamaya fokusludur ki, görün mamam məni necə qəbul edər də, sırf mamanın istədiyi kimi yaşayır. Bu da nəyə göstərir? Artıq asılı olur. Bir uşaq artıq anasından, indi burada ananı nümunə olaraq deyirəm, burada nənə, ata ola bilər, fərqi yoxdur, bibi ola bilər yanlarında yaşayan, fərq etməz. Artıq nə edir? Uşaq idarə olunmağa alışır ki, məni idarə edən var. Sanki belə olur deməli. Mən yox, mən üstədəl ata, mən üstədəl ana. Bir görüntü olaraq mən varam, düzdür. O məni idarə edən, bəli, başqasıdır, idarə edən başqasıdır. Düşünün, uşaq vaxtı, əgər bizi valideynlərimiz hər yolda, hər şeydə istiqamətləndirir və idarə edirsə, biz orada hansı müstəqillikdən danışa bilərik? Bu günlərin müstəqil həyata atılmaq üçün mütləq bir insan öz məsuliyyətini bilməlidir. Əgər bugün bir uşaq 3 yaşında, məsələn, çəngəli batırıb makaronu yeyə bildiyi halda bunu anası müdaxilə edir və sən yeyə bilməzsən, tökərsən, vermədən mən yedizdirim deyirsə, onun bu kimi davranışına müdaxilə edirsə, deməli onun müstəqilliyinin qarşısını alır. Bugün bir uşaq öz paltarını rahat geyinə biləcəyi, soyuna biləcəyi halda valideyn ona müdaxilə edib, sən sərgəsiz elədin, sən buranı batırdın, sən tökdün, sən dağıtdın deyərək müdaxilə edirsə, bu yenə də uşaq məsuliyyətini qarşısını alır və zaman keçdikcə məsuliyyətini bilməyən bir insan bir uşaqdan gedir söhbət. Böyüyüb əlbəttə olacaq yeniyetmə, gənc, yetkin şəxs. İnanın ki, belə uşaqlar, belə böyüdülən uşaqlar böyüyəndə bir ailə başçısı olaraq da məsuliyyət daşıya bilmirlər. Bunlardan məsuliyyəti ata obrazı, məsuliyyəti ana olmayacaqdır. Bugünkü problemlər də sırf bunun üzərindəndir. Yəni kökü uşaqlığa dayanır, məsuliyyətli böyütmək lazımdır, məsuliyyətini bilməli, daşımalı.
bunun uşağın üzərində olduğunu uşaq özü anlamalıdır ki, sərbəst həyata atıla bilsin. Müəyyən vaxtda artıq özü sərbəst, rahat həyatını yaşaya bilsin. Yəni sırf bunu əlaqələndirirəm. Mən həmişə dörd il bundan da var. Atabala düşər dərs vardı, biz oradaydık. Orada yaşlı bir təlifçi vardı, onlar da həyat yoldaşıydılar. Orada xanım bir dənə ifadə işlətdi, deyildi, uşaqlarını formalaşdırmaq sözdə yox, əməlində olmalıdır. Məsələ, yetdindidə üstünü ver, gör paltarda yandırsın. Bəli. Bir dəfə əlini də, amma etiraz edəm. Deyim, mən pul verəm, deyim, marketə, nə istəyirsən evimizə bazarılır. Deyim, formalaşsın. Bəli, əlbəttə. Sən onun mənfi müsbətini bir tutabilirlər, çatışmamazlıqlardır. Sözdə yox, əməlində. Hadi desəm, çox doğru. Təcrübə üzərindən öyrədəndə əlbəttə təcrübə üzərindən birinci daha yaxşı öyrənirlər. Burada səhv etmə ehtimalları da var, əlbəttə yanılma ehtimalları da və yanıldıqdan sonra bunu müzakirə edəndə qarşı tərəf daha yaxşı anlayır. Bir səhv üzərindən öyrənmək əlbəttə uşaqlar üçün daha etibarlıdır. Sonra xanım, cəmiyyətin reallıqda bir sosial media aslılığı var. Bu hər bir səsdə var. İnsanların cəmiyyətdən tərid olunmağa başlamasına səbəb nədir? Bu sosial media aslılığı bir önəm daşıyır. Çox aktual suallardan biri də bu da. Baxın, bu günlərim real həyatda diqqət çəkmək və yaxud da real həyatda təsdiq almaq bəzən çətindir. Amma sosial mediada həyat çox sürətlidir. Orada hər şey, məsələn, rəngarəngdir, sürətlidir, nəticə çox göz önündədir və əlçatandır. Düşünün, bu günlərim gözəl geyinmisən, evdən çölə çıxırsan, sənə çox az tərif gələcək. Məsələn, əgər sənin bu tərifə ehtiyacın varsa, təsdiqə ehtiyacın varsa, sənin gözləntilərin var deməkdir. Və sənə çox az adam deyəcək, nə gözəl geyinibsən bugün, nə gözəl görsənirsən. Amma sosial mediada bu belə deyil. Sən həmən paltarda bir dənə şəkil qoyursan və sosial mediada məsələn yüzlərlə bəzən olur ki, kommentariya alırsan, like görürsən və bu səni rahatladır. Və bu kimlər üçün xasdır? Kim ki davamlı bir şəkildə təsdiqə ehtiyacı gözləyir, davamlı bir şəkildə aşırı diqqətə ehtiyacı varsa. Bunlar üçün çox gözəl bir platformadır sosial media və sosial mediada belə bir şey var. Sən paylaşırsan, görürsən sənə gələn rəyləri, kommentləri. Maraq yaranır. Bunu bir dəfə edən insan üçün maraq yaranır, əgər yəndirim ehtiyacı varsa. Və nə edir? Artıq təcrid olunur cəmiyyətdən. Nə edir? Düşünür ki, cəmiyyətdə onsuz da məni tərifləyən azdır. Onsuz da mənə diqqət yetirən azdır. Bütün enerji o. Bəli, artıq bütün gündəlik həyatımı qurlaşdırıram sosial media üzərindən. Hər bir şeyi, paylaşımları, həyatın gedişatını, hər bir şey sosial platformada paylaşır. Paylaşımlar problemlidirmi? Deyil. Məsələ paylaşımda deyil. Məsələn, bu gündən hər hansısa işinin gedişatını insanlarla bölüşmək istəyən, baxın necə bizim veriliş hal-hazırda gedəcək, düzdürmü? Bu maarifləndirici bir xarakter daşıyır. Biz bunu maarifləndirmək üçün edirik. Amma biz bunu etsək və davamlı oradakı layıqları gütsək, kommentariyaları gütsək, bu artıq bizim asıllığımızı göstərir ki, biz artıq o sosial medianın asılıyıq. Olmayanda da nə baş verir? Məyus olursan, hətta depressiya düşənlər belə var ki, şəkil paylaşdı, məni bəyənən olmadı. Çünki bu insanı ciddi bir şəkildə narahat edir. Normal paylaşım olar, amma sən artıq orada asılı vəziyyətdə davamlı güdürsən ki, görəsən nə yazdılar, nə dedilər, like etdilərmi, fikirləri önəmsəyirsənsə çox şiddətli bir şəkildə, bu artıq asılılıqdan xəbər verir. Və belə olan halda nə baş verir? Sən təcrid olursan cəmiyyətdə.
tesadüfi dünya yok. Ben evine bakıyorum. Ben adamla öz paylaşımını özü beğendim. Bizim ev bakın diye. Bəli, bəli. Orada sahip çok karşısında Bəli, ya. bəli. Orada da bahsedemiyordu bize beni. Qənimətdir də, bir layihə məndən keçsin deyə. Bəli, doğru belədir. Fiziki məhdudiyəti olan və olmayan insanların özünə inamsızlığı nedeniyle. Baxın, ümumiyyətlə insanların özünə inamsızlığının altında yatan səbəblərdən biri davamlı bir şəkildə yenə də uşaqlıqla əlaqələndirəcəm. Müqayisə olunmaqları, davamlı bir şəkildə fikirlərinə müdaxilə olunmaqları, fikirlərini önəmsəməməkləridir. Baxın, bir insan bir fikir söyləyir, amma davamlı bir şəkildə sən düz demirsən, sən yanlışsan, sənin söylədiklərin hamısı boşdur deyərək bir müdaxilə olunursa, artıq nə baş verir? O insan düşünür ki, mənim dediyim hər şey yanlışdır və özünə inamı azalmağa başlayır. Burada fərqi yoxdur, fiziki məhdudiyyəti olan insan olsun və yaxud da olmayan insan olsun. Və bir də belə bir fikir söyləyim. Əgər bir baxaq, reallıqdır bu. Bizim nə qədər ətrafımızda fiziki məhdudiyyəti olmayan insanların, nə qədər ətrafında fiziki məhdudiyyəti olan şəxslərlə dostluğu var? Yox. Çox az, düzdürmü? Araşdırsaq bəlkə də hər fiziki məhdudiyyəti olmayan şəxsin həyatında maksimum bir fiziki məhdudiyyəti olan şəxslə münasibəti var, dostluğu var. Biz bu günlərin o insanları yeri gələndə açılışlara da dəvət etməliyik ki, özlərinə inam yaransın. Cəmiyyətin çünki bir üzvüdürlərdir, düzdürmü? Bəli, əlbəttə. Fikirlərini dinləməliyik. Onlar özlərini ifadə etməlidirlər, yəni bir rahat mühit yaratmalıyıq, onları qəbul etməliyik, onlara baxışımız ilk öncə dəyərləndirilməlidir fərqli yöndə. Biz baxışımızı dəyişməliyik. Çünki bu da qəbul etmədən başlayır. Qəbul edirik, baxışımızı dəyişirik, həyatımıza daxil edirik o insanları. O insanlar da bizim həyatımıza daxil olduqdan sonra əminəm ki, özlərini yetərli hiss edəcəklər. Hə, mənə də ehtiyac var idi. Bax, bu nöqtədə mən də fikir bildirdim. Bacarmaram. Bəli. Evet. Əlbəttə ki, yəni ki, mənim də bacardığım işlər var və bunu görürlər, bunu qəbul edirlər. Baxın, fiziki məhdudiyyətli şəxsli insanlarda bu kimi özünə güvəni, özünə inamı bərpa edə bilərik. Digər ümumi baxsaq isə, ümumi bu hər kəsə aiddir əlbəttə ki, reallığa uyğun olaraq dəyərləndirmə özünü müqayisə etmədən qəbul etmək. Bu günlərin mən özümü müqayisə etmədən qəbul edirəmsə, əlbəttə ki, bu mənim gücümü göstərir və reallığa uyğun olaraq seçimlər edirəm, fikirlər söyləyirəm, davranışlar edirəm. Bu bir də potensialla əlaqəlidir də. Yəni ki, potensialıma uyğun olaraq davranıram və bu əlbəttə məni zəif etmir, güclü edir. Bu hər kəsə aiddir və insan da özünü güclü hiss edirsə, deməli özünə inamı da yüksəlir. Sizinle ve temaslarla bir hayatımın bir paylaştım. Hem seni hem de benim uğurlu olmağımda başlamlardan biri de aileyle yarası bir dostlarım var. Ben geri gelmeye başlamışım. Seni ben sessiz yaşadım ama mükemmel bir dostlarım olup hatta samimi diyeyim o vakit bir mahalleler arası bir davet araçları da vardı. Hatta o dostlarım beni orada bağırdılardı. Gel sen dediler hiç ne diyemesen de taş atarlar. Ne güzel. Hatta o şey var, futbola dediler, dediler, bizim baş mescidi sen olacaksın, orada yok ama bizde var. O bak, benim hayatımda çok müstesna bir rol oluyordu diye, onlar hadi dedim ve ben hadi dedim ölümü bir bacağım ağlaştılar.
böyümeye başladı. Onların inamı sizə dəstək olur. Onlara da sağ ol deyirəm. Sağ olsunlar doğrudan da. Son olarak fiziki məsuliyyəti olan və olmayan insanlara həm şəxsi həyat, həm dost münasibətləri ilə bağlı tövsiyələriniz var. Aha, deməli belə. İlk bunu söyləmək istəyirəm. Hər kəsin fiziki məhdudiyyəti olan və ya olmayan hər kəsin həyatında özünün görünən və görünməyən narahatlıqları var. Öhdəlikləri var. Bəzən görünür, bəzən isə görünmür. Və bunu daha rahat atlatmaq üçün nəyə ehtiyacımız var? İlk olaraq özümüzü qəbul etməyə. Biz özümüzün zəif və güclü tərəflərini bilməliyik. Cəmiyyət olaraq bu hər kəsə aiddir. Zəif və güclü tərəflərimizi bildikdən sonra isə reallığa uyğun olaraq hədəflər qoymaq, reallığa uyğun olaraq həyat gedişatını tənzimləmək lazımdır. Bu günlərin mənim məsələn deyirəm. Hər hansısa bir istəyim var, hədəfim var. Amma o hədəfim əgər nələrsə ona mane olacaqsa, mən o hədəfimi daha yüngülləşdirməli, daha balaca, daha kiçik hədəflərə bölməliyəm. Bu isə onu göstərir ki, bir insan reallığa uyğun olmayan hədəf qoyduqda nə baş verir? Məyus olur da sonda. Məyus olan insanın özünə inamı azalır, özünü təcrid edir cəmiyyətdən, qapanma halları baş verir. Yəni əsas məsələ zəif güclü tərəflərimizi bilmək, onlara uyğun olaraq həyat gedişatını tənzimləmək və ümumi bir fikir söyləyə bilərəm ki, ali hiss olaraq sevgini vurğulamaq istəyirəm burada. İnsanları sevən, cəmiyyəti, hər bir şeyini sevən. Məsələn, burada ola bilər dost olsun, vətən sevgisi olsun, qarşı tərəf olan sevgi, uşaqlara olan sevgi, insanlara ümumilikdə olan sevgi bizim həyatımızı dəyişə bilər. Sevgi çox güclü hissdir. Əminəm ki, sevgi içərisində böyüyən hər kəs, hər uşaq, biz bugün uşaqlardan danışdıq əsas, uşaq böyüyəndə ətrafındakı insanları daha vicdanlı dəyərləndirəcək, onları daha gözəl anlayacaq və daha onlara müsbət təsir edəcək düşünürəm. Bu qədər. Dəvətimizi qəbul edib, dərdiniz üçün təşəkkür Mən təşəkkür ederim. Dəvətiniz ikinci verilişimizdə, birinci verilişimizdən bir gəlmədi. Sağ olun, minnətlərəm. Belə, sonda bunu demək istəyirəm. Həyatımızda baş verən hadisələr bir puzzle formasındadır. Bizim istəklərimiz, bizim hədəflərimiz o puzzle'ın oturacaqlarına uyğun olmalıdır. Bəzən biz puzzle'ın böyüyünü balaca yerə uyğunlaşdırmaq istəyir və bu olmayanda məyus olur. Həyat öz axarı ilə davam edir. Biz bu axarda öz yükümüzü qəbul edib həyatımıza doğru istiqamət verməliyik. Gələn döyüşlərə də ümid edirəm, növbəti dönəklərimizdə maraqlı olacaq. Allah'a Təşəkkür ederim, çox sağ olun. emanet. Sağ olun.